Əqrəb elə dikbaşı, ən zəhləm gedən bürc Qoç bürcüdür. Heç xoşum gəlmir. Yəni, Qoç bürcləri məndən uzaq dursun. Çünki onlar heç ipə sapa yatan insanlar dörlər. Nə dilləri də acıdır, özləri də acıdılar. Heç vaxt özlərinə yer eləyə bilməzlər. Elə düşman qazanarlar. Diknədir. Dikbaş olurlar. Əsl kimi. Buğa bürcü. Kim əslinin bürcündədirsə, onu evdən çölə çıxartmaq. Əkizlər olmaq çox istərdim. Heç olmasa bir dənə bütün bürclərə aid deyil, amma yəni şəxsən mən öz adıma deyirəm ki, bugünə kimi 7-8 dənə qız Qoç bürcü tanımışam. Hamısı biraz danışıqlarını bilmirlər. Yəni istəmədən kobud danışırlar. Yəni göydən danışırlar, kobud danışırlar. Mənim anam da Qoç bürcü olur. Elə onun çox ürəyi qırardı. Yəni onun da xasiyyəti əslində elə dörlər. Üzünə deyəndə deyir ki, elə demək istəmədim, amma dilindəki odur, yəni fikrini düz çatdıra bilir. Mənim anam qurban Allaha, Allah bütün ölənlərinizi rəhmət eləsin. Mənim anam içi yaxşı idi, amma insanı dildə acılayardı. Qoç bürcü elədir. Ümumiyyətlə ürəyi külbaş, dili acı. Hə, dili acı, hə. Əsas da üzümə söyəndən sonra neyin də ürəyində mənə tərifləyəsən? Mənim sözüm deyir. Mama, sən bax. Oxatan mənə hamı atır. Balığı demədim. Hə, oxatan atır deyəndə ki, oxatanlar bilirsiniz necədir. Yəni, onlara heç kim atqaz eləyə bilmirdi. Onların bir dənə, Allah onlara elə bir dənə şey verib, necə deyərlər, o sima verib. Onlar kimdən borc istəsələr, hamı onlara borc verər. Amma yəni onları döyməyə gedib gəlsən oxatan öz-üzə qalanda deyirsən ki, qurban sənə. Səma çox sağ ol, Mıkı çox sağ ol. Bağışladım. Oxatanların üz simalarında bir dənə elə oxluq bir şey var da. Şeytan tüyü var. Hə, şeytan tüyü var. Buğalar heç. Balığı demədi. Balıqlar, onların öz aləmi var. Asatirin. Tapılmırlar. %100 qalanları hamı boş xəyallarda yaşayırlar. Yasin, Səma çox sağ olun. Hədiyyə atan hər kəs minnətdarım. Şakon doğum günü iyunun 2-si. Yasin çox sağ ol, Dəniz çox sağ ol. Dəniz çox sağ ol. Biz dediyim kimi tərəzi, xərçəng, o da əkizlər. Sadiq, Dəniz çox sağ olun. Yeni vlog sabah. YouTube'da uşaqlar hər gün demək olar ki, sizin üçün video paylaşırıq. Demək olar ki, hər gün. Yəni hər gün gözləyirik. Girək yarışmaya. Dərya, çox sağ ol. Zey, təşəkkürlər. Yasin, təşəkkürlər. Bilmirəm hələ aşkım. İsti deyə isti. Ruquş, çox sağ ol. Stres keçirdirəm. İsti basır məni. Kasaya yandırım. Nigar, Daisy, əvəz, çox sağ ol. Dudu var idi. Axı, Dudu var idi orada. Dudu. İstədilər. Elgün, çox sağ ol. Yeni gələnlər, xoş gəlmişsiniz. Siz necəsiniz? Aylin, çox sağ olun. Kim buradadır? Niyə açmırdınız canlı? Uşaqlar, çünki bütün canlılıq mövzularımızın hamısını YouTube'da paylaşırıq. Belə deyim də. Yəni, makyaj eləyirik, YouTube'da paylaşırıq. Evdən hazırlaşırıq, geyinirik, keçinirik. Bəzənlirik, düzənlirik, YouTube'da paylaşırıq. Bir-birimizlə şit zarafat eləyirik, qışqırtma eləyirik, YouTube'da paylaşırıq. Nə bilim, bir dərdimiz olur, YouTube'da paylaşırıq. Gələn linkləri YouTube'da oxuyuruq, tərifləri YouTube'da oxuyuruq. Hər şeyi YouTube'a bağlamışıq deyə. Canlı açanda danışmağa temamız qalmır. Çünki bütün günümüz, yaşayışımız hamısı YouTube'dadır. Biz hara gedirik, nə yeyirik, nə yeyirik, nə içirik, orada baxan izləyicilər hamısından xəbərdardır. Yəni, bütün gülməli kadrlarımızı ora verdik deyə. Nə Instagrama, nə TikTok'a kontentim qalmır mənim. Tamamilə bağlamışam hər şeyi YouTube'a. Və YouTube kütləsi də çox, belə deyim də, YouTube'da mərdumazlar kütlə çox azdır deyə. Olanlar olanda da itibata düşürlər yaxşılarının yanında. O qədər saf, qəlbi təmiz kütlə orada çoxdur ki, bacı, siz ancaq bizim evdəsiz. Onu deyirlər elə. Küçədə kim görür bizi? Valideynlər hamısı deyir ki, uşağımın şotuna sizi tanımışam, evdə heç kəsə baxa bilmirik, nə Elgizə, nə Zaura, nə Xoşqədəmə, nə bir kinoya, heç nəyə baxa bilmirik. Səhər açılır, televizor qoşulur Ofeliya Əliyeva, axşama kimi, daha yatana kimi, telefonda da Ofeliya Əliyeva, şeydə də, televizorda da. Və uşaqlar orada çoxluq təşkil elədiyi üçün
Rabiş yaşda, Məryəm yaşda, bunlardan biraz böyük. Və uşaqların yanında analar, atalar baxdığı üçün, belə deyim, sırf ailə kontentidir də, başa düşdünüz? Orada ailələr də ancaq. Və mənim ən sevdiyim kütlə də belə ailə kütləsidir. Mərdimazar olmurlar, çox təmiz. Biz belə yolda görürəm, analar yaxınlaşır. Bir də görürsünüz, bir dənə ata qaça-qaça gəlir əlində telefonla. Həmin onda necə ağıl eləyirlər, görüntülü yığmağı. Sədərəyə getmişik, Sədərəkdə nə qədər satıcılar, şeylər, mağazı, yiyələr şəhrin üstünə qaça-qaça gəldilər ki, bizim uşaqlar bəs bütün gün evdə sizə baxır, bir dənə görüntülü danışın. Misal üçün, görüntülü yığmağı çatdırmayanda deyirəm, verin telefonu, video çəkək və evdə uşaqları göstərərsiniz. Valideynlər gəlir, analar gəlir. Yəni, o qədər baxıram ki, səviyyəli, o qədər xoş insanlar baxır ki, bizə yolda görür, tərbiyəli. Həqiqətən ailədə, bildiyiniz ailə, subayların çoxusu yəni yoxdur orada demək olar ki. Evdə misal üçün uşaq qoyur televizorda, uşaq baxır deyə, ana başqa şeyə baxa bilmir deyə, ana da məcbur gəlir, oturur. Deyir, birinci deyir, sən məcbur baxırdım ki, öz verilişim, serialım qalıb qıraqda deyir. Sonradan deyir, uşaqdan qabaq özüm qoyuram televizorda sizi. Yəni, YouTube izləyicilərimi çox sevirəm. Brent House-un səhifəsində də bir dənə video paylaşmışıq, açılışdaydıq. Orada mənim izləyicilərimlə bir dənə görüşməyimə fikir verəsiniz. Elə görüşmüşəm ki, orada elə bir neçə ildir həsrət qaldığım qohumlarımdır, gəlib çıxıblar. Yəni, elə qucaqlayıram, öpürəm. Özümdən asılı deyil, yəni. Mən necə ki, özümü sizə sevdirmişəmsə, o YouTube kütləsi də özünü mənə sevdirib. Hüseyin Arif, təşəkkür edirəm. Çox sevdirib, yəni. YouTube izləyicilərimi görəndə elə bilirəm doğma bacımı, qardaşımı, nə bilim, xalamı, bibimi belə, yəni, görürəm. Çox qəribə bir istəyim var. Yəni, açıq səmimi etiraf edirəm ki... Demək istəyir ki, siz hepiniz eşəksiniz. Nə alaka? Dəniz, çox sağ ol. İsa, çox sağ ol. Nə? Nə şako? Onur çox sağ ol. Yəni, belə. 14 mayda ad günüm. Nə gözəl, təbrik eləyirəm indidən. 14 may. Onur, təşəkkür eləyirəm. Deməli, bir dənə də buradan da deyim. Düzdür, YouTube-da deməyim kifayət olacaq oraya yığışmaqları üçün. Amma qoy burada da deyim. Deməli, mayın 15-i bizim görüşməmiz olacaq sizlərlə. Amma yerini hələ dəqiq bilmirik. Onu öyrənək. Yəni, Bakıda olanlar indidən şanslıdır. Bir dəqiqə. Aşkım, nəyə əyilib baxsan? Keç o tərəfə. Tuaytu, təşəkkür edirəm. Əlimlə ekran gizlədirəm. Boylansan buradan, çox bilirik. Nə bilim mən? Ofiş, məndən bir yaş balacasan, yoldaşımla da yaş 29, biz də baxırıq. Mən səni təsdiqləyirəm. Yoldaş, tərəfimi tutursuz, yoldaşınız da şakonun. Çox sevinirəm, həqiqətən. Həqiqətən səmimi deyirəm bunu, tək olan Allah'ın olsun. YouTube izləyicilərimə qarşı elə böyük bir sevgim var ki, yəni onlar məni nə qədər çox istəyirlərsə, bizi nə qədər çox istəyirlərsə, ən az biz də onları o qədər çox istəyirik. Yəni yolda bizi dostlar, görüb... Bakıda olanlar çox şanslıdır ki, biz orada görüş hazırlayacağıq. Evet, Bakıda görüşümüz olacaq. İnşallah xəbər eləyəcəyik. Rabia'yı mahnı etmişəm. Baxarsan çıxandan sonra. Proqram nə edirsiniz? Mən biləndə bir dənə proqram... Yaşıl ürək, çox sağ ol. İnşallah yayda bütün rayonları gəzməyi düşünürük bir-bir. Bütün rayonlarda olacağıq inşallah. Yaşıl ürək, təşəkkürlər. Diamond, təşəkkürlər. Bəli, Astaradayıq. Gəncəni bu arada çox sevirəm. Gəncəni çox bəyənirəm. Mingəçevirə də gəlməyi düşünürük. Mingəçevirdə 2 dəfə olmuşam. Mən Şəkidə olmuşam. Zaqatalada çox olmuşam. Siz bir-birinizə... Qubada olmuşam, Qusarda olmuşam. Tərtərdə də olmuşam.
Əli, çox sağ ol. Şəki dolmuşam, təzə dolmuşam, İstim Kubada dolmuşam, Qusada dolmuşam. Bəli. Qəbələ dolmuşam. Bax, Mərdəkanda da olmuşam. Yevlaxda keçmişəm. Yəni vaxt keçirtməmişəm. Oğuzda olmuşam. Quba, Qusar, Qəbələ, daha sonra Gəncə. İsmayıllı, Şamaxı, Gəncə, Tərtər, Mingəçevir, Kürdəmirdə də olmuşam. Masallıda bizə yaxın deyə tez-tez oluram. Yardımlıda olmuşam. Lənkəmi daha çox. Cəlilabadda, Göyçayda da olmuşam. Bakı təbii ki, uşaqlarda. Bakıda, Şəkidə də olmuşam. Şəkini yaxşı gəzmişəm. Zaqatalanı da yaxşı gəzmişəm. Quba, Qusar, Qəbələni də yaxşı gəzmişəm. İsmayıllını yaxşı gəzmişəm. Yəni ətraflı belə deyim də, günlərlə qaldığım. Ağdaşda da olmuşam. Ağdaşda, yəni bir tərəfimiz Ağdaşa bağlı olduğu üçün Ağdaşda da yaxşı olmuşam. Gəncəni yaxşı gəzmişəm. YouTube-da Gəncə aid vloqlarımız da var. İnşallah bütün rayonlara bu yay gələcəyik. Gələndə də xəbər verəcəyik mütləq şəkildə ki, bir izləyicimizin evinə var. hə, ola bilsin ki, hər dəfə, hər rayona getdikdə bir izləyicimizin qonağı olaq. Bizi qonaq çağıran izləyicilərimiz çoxdur. Bəlkə gəldik. Gülüm, çox sağ ol. Gülüm, təşəkkür eləyirəm. Saydığımız bir çox rayonlara mütləq şəkildə bu yay gələcəyik. Papatya, çox sağ ol. Şağan haradır? Elə bilirəm Mərdəkan tərəflərdir, düz bilirəm. Dəniz, çox sağ ol. Gülqız, çox sağ ol. Gülüm, çox sağ ol. Astarada yığılsın. Nənəm, babam, balaca bacılarım sizi severək. Çox sağ olun, çox təşəkkür edirəm. Hamısına buradan qucaq dolusu salamlar. Tərtər. Sabirabad. Bakı Ulus hər gün gəlir. Gələcəyik, mütləq gələcəyik. Naxçıvanda olmamışıq. Naxçıvanda olmaq istəyərəm. Şəmkir. İlkin, çox sağ ol. Türkiyədə olmaq istəyərəm. Ölkə demirik, aşkım. Biz şəhər deyirik. Türkiyəyə də gedəcəyik bu il, gedəcəyik inşallah Allahın izni ilə. Əsnat edin. Əsnat,